Xalqımızın əziz və sevimli bayramı olan Novruz paytaxtda coşqu, yüksək ab-hava ilə qeyd edilir. Nərimanov rayonunda yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz şənliyi təşkil olunub. Paytaxtda bayram əhval-ruhiyyəsi hiss olunur. Ruhunuza bahar gəlir adlı bayram şənliyinə toplaşan insanlar burada baharın gəlişini böyük coşku ilə qarşılayırlar. Çox gözəl, çox qəşəng, hər şey çox gözəl görünür. Əslində təkcə elimizin yox, təbiətin bayramıdır. Paytaxt sakinləri, şəhərimizin qonaqları, internat məktəblərinin şagirdləri üçün təşkil olunan bayram şənliyində xalq tətbiqi sənət nümunələrinin nümayiş edildiyi çadırlar quraşdırılıb. Çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirildi. Burada uşaqlara bir şəkər vura bükməyi öyrədirik, naxış ona vurmağı öyrədirik. Məncə bu hava çox gözəldir. Uşaqlar, siz necə fikirlərsiniz? Bu hava necədir? Yaxşı. Bəlkə yaxşı olsun. Birinci xəmiri yoğururuq. Sonra içinə bunlar tökürük. Sonra içi tökürük. Sonra belə qatlanırıq. Sonra naxışlar qoyuruq. Master klasslarımıza yumurta boyama, rəngləmə, hər hansı bir Novruz nağılların, bir personajın, bir qəhrəmanın rəsmin çəkməsi var. Nə çəkirsən? Nə rəngləyirsən? Keserə çəkirəm. Milli geyimdə olan atlıların və pəhləvanların çıxışları xüsusi maraqla qarşılandı. Pəhlivanlıq bizim mədəni irsimizdir. Bu daşların hamısını mən dişimlə qaldırdım hamısını. İdman meydançasında zorxana, güləş, kəndir dartma, gimnastika üzrə nümunəvi çıxışlar keçirildi. Zorxana yəni zor və xana güc göstərilən yer deməkdir. Tarixə görə 3000 ildən çox yaşı var. Yəni idmanların demək olar ki, ən qədim növlərindən biridir. İdmançılar iştirak edir burada. Hamı bayramı təbrik edirəm. Bayram tonqalda yandırdıq. Hamımızın bayramımızı mübarək edirəm. Yallı gedirik indi. Uşaqlar gəlin yallıya. Novruz şənliyinə xüsusi əhval-ruhiyyəni isə bayram tonqalı verir. Şənlik paytaxt sakinlərinin bayram sevincinə əlavə ruh yüksəkliyi qatdı. Şamilə Şamil qızı Elxan Axundov, Mehin Hacıyeva, ASTV xəbər.